Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizə ən dadlı toyuq içilikli lavaş böyrəyini hazırlama qaydasını göstərirəm. Lavaşın birini açıb, üzərinə mayonez çəkib, hər tərəfinə yayırıq. İkinci lavaşı birinci lavashın üzərinə yerləşdiririk. İçiliyi lavashın bir kənarı boyunca videoda gördüyünüz kimi yayırıq və üzərinə rəndələnmiş pendiri səpirik. Lavaşın kənar hissələrini içəriyə doğru atlayırıq ki, içilik tökülməsin. Daha sonra rulet forması verib bükürük. Bu reseptdən 4 ədəd rulet alınır. Üzərinə yumurta sarısı və duru yağ qarışımını çəkib, kündüd və yaxud çörək otu səpirik. Öncədən isidilmiş sobada alt-üst rejimdə 185 dərəcədə üzəri qızarana dək bişiririk. Təxminən 10-12 dəqiqəyə hazır olur. Əziz izləyicilər, sobadan çıxartdıqdan sonra mütləq 15-20 dəqiqə gözləyək. Lavaş olduğu üçün isti halda doğrayanda ovulur. Biraz soyuduqdan sonra isə daha rahat kəsilir və forması pozulmur. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal edin.